Kəsmik sevənlər üçün dadlı bir kəsmikli piroq resepti paylaşıram, yaxın əyləşin. Bunun üçün bizə 4 ədəd yumurta, 5-6 xörək qaşığı qədər şəkər, yaxşıca tam yumurta ağarana qədər qarışdırırıq. Üzərinə yarım stakana yaxın duru yağ əlavə edib yenə qarışdırırıq. Daha sonra 1 armud stakan un, 3-4 xörək qaşığı qədər kakao, soda və sirkə. Əgər soda sirkə qatmırsınızsa, qabartma tozu da əlavə edə bilərsiniz və yaxşıca qarışdırıb kənara qoyuruq. Kənarda isə kəsmikin üzərinə 1 ədəd yumurta, 2-3 xörək qaşığı qədər şəkər, 1 xörək qaşığı qədər un və təbii ki, vanilin əlavə edib yenə qarışdırırıq. Bişirəcəyimiz qaba ilk öncə kakaolu qarışımı əlavə edirik, daha sonra isə kəsmikli qarışımı tam ortasından əlavə edirik. Sonda 1-2 xörək qaşığı yenə də kakaolu qarışım əlavə edirik ki, üzəri tam ağ olmuş olmasın. Bu arada qeyd edeyim ki, piroqumuz 180 dərəcədə bişəcək və sobada təbii ki 10-15 dəqiqə öncədən qızdırılmış olsa daha yaxşı olar. Və salam, beləliklə həm dadlı, həm də çox xeyirli kəsmikli piroqumuz artıq hazırdır. Hamınıza nuş olsun.